Azad olunan torpaqlara növbəti köç var idi. Bu dəfə Xocalının Badara və Seyidbəyli kəndlərində sakinlərə evlərinin açarları təqdim olundu. Bu mərhələdə Badaraya 15 ailə, 66 ailə isə 10 ailə, 34 nəfər qayıdıb. Bununla da Badaraya qayıdan ailələrin sayı ümumilikdə 73-ə, Seyidbəyliyə qayıdan ailələrin sayı 69-a çatdırılıb. Xocalı üzrə ümumi məskunlaşma 906 ailə və 3700 nəfərdir. Kəndlərə köç edənlər ölkənin müxtəlif yerlərində əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti qalan ailələrdir. Görmüşdünüz o torpaqları? Yox. İlk dəfə görəsiniz. Bəli. Fərdə gözlərin doldu. Görmədiyin torpaq üçün ağlayırsan. Hə. Niyə? Bilmirəm. Sevinçdən? Təşəkkür edirik hamıya. Birinci şəhidlərimizə, sonra qazilərimizə çox sağ olsunlar ki, bu torpaqlarımızı qaytardılar. Ən gözəl günümüzdür bugün. Çox şükür. Elə bu günə şükür. Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Xeyirli yaşasınlar.